Əziz dostlar, hər vaxtınız xeyir olsun. Sizi salamlayıram. Bugün sizə Alanya Mahmudlarda satılıq bir hamam, spa açmaq üçün nəzərdə tutulmuş bir obyekti təqdim edəcəm. Bəli, bura satılıqdır, təcili satılır. Bura hamamın, spanın girişidir. Yer Mahmudlardadır. Salı Pazarına yaxın bir yerdə yerləşir. Tərtəmiz, gözəl bir obyektdir. Bu obyekti alan adam vətəndaşlıq da ala bilər. Yəni qiymətin içinə vətəndaşlıq daxildir. İndi mən aşağı enəcəm, göstərəcəm sizə. Əsas hissə aşağıdadır. Buranı giriş hissi olaraq düşünün. Girişidir bura. Bu öz yoludur. Gəlirik öz yoluna. Yəni burada başqa hissəsi keçmir. Daxil oluruq. Burada məsələn reception düzəltmək olar. Burada receptiona yaxınlaşır insanlar. Ödəmə filan, bilgi nə lazımdır və sonra buradan artıq enirik aşağıya. Bu nərdivanlarla aşağıya enirik. Amma aşağıya enməmişdən qabaq deyim ki, aşağıda görəcəyiniz bu obyektin üzərində, burada yuxarıda, ikinci mərtəbədə 1+0 studio da verilir. O da buranın tapusuna daxildir. Yəni bu obyekt artı yuxarıda balkonu olan bir 1+0, 35 kvadrat metrlik bir otaq deyək. O da bu tapuya daxildir, qiymətə daxildir. İndi isə mən aşağıya enirəm. Ümumi yuxarıdakı studio ilə bərabər 570 kvadrat metrlik bir obyekti göstərəcəm sizə. Baxın, endik aşağıya. Demək olar ki, hazırdır. Çox cüzi işlər qalıb. Çox cüzi işlər qalıb. Onu da tamamladıqdan sonra spa olaraq fəaliyyətə keçə bilər. Yəni, nəzərdə tutulan spadır. Bəlkə kimsə başqa bir iş üçün də istifadə edə bilər, amma nəzərdə tutulan spadır. Çünki içəridə hamam da var, indi göstərəcəm. Baxın, belə gözəl dizayn verilib. Məndən sol tərəfdə burada tualetlər, duşlar var. Ərazi əlbəttə ki, böyüdür. Yuxarıdakı reception hissə və 1+ studio ilə bərabər 570 kvadrat metrlik bir ərazidən gedir söhbət. Burada belə bir otaq var. Bura masaj otağı ola bilər, relaks, istirahət otağı ola bilər. Spalarda belə otaqlar olur həmişə. Mən spa çəkmişəm, deyəsən 2 dəfə ya 3 dəfə Mahmudlarda, Alanyada olan spaları göstərmişəm, amma satılıq ilk dəfədir spa çəkirəm. Burada isə sauna, buxar otağı nəzərdə tutulub, hamam. Baxın, burada müəyyən işlər olacaq. Burada buxar otağı nəzərdə tutulub və hamam artıq hazırdır. Bura hamam hissədir. Orada da 2 nəfərlik bir otaq var. Bəli, əziz dostlar, Mahmudlarda satışa çıxmış belə bir obyekt bizə müraciət olundu. Çəkək göstərək. Bu obyekti alsanız, Türkiyə vətəndaşlığı da deyiləcək qiymətə daxil olacaq. Yəni, birbaşa Türkiyə vətəndaşı olma hüququ qazana bilərsiniz. Həm işlətməniz olacaq, obyektiniz olacaq, həm də vətəndaşlığa müraciət edə bilərsiniz bunun sayəsində. Burada da yenə də müxtəlif otaqlar var. Müxtəlif məqsədlər üçün bütün otaqlar yararlıdır, istifadə oluna bilər. İşıqlandırma sistemindən tutmuş, içi hamısı hazırdır. Sadəcə qapılar qoyulacaq və xırda işlər var. Baxın, cürbəcür ölçüdə otaqlardır. Yəni, nə istəsəniz bu otaqlarda
düzəldə bilərsiniz, həyata keçirdə bilərsiniz. Burada da böyle bir balaca hissədir. Bəli, indi hamı üçün maraqlıdır. Bu obyektin qiyməti nə qədərdir? Deməli, bir də deyirəm, Mahmudlarda spa üçün, hamam üçün nəzərdə tutulmuş bir obyekt 570 kvadrat metr işlək bir nöqtədədir. Salı bazarına çox yaxındır. Qiyməti 495.000 avrodur. Bu qiymətdə bu binada yuxarıda bir artı studio, bir otaq da var balkonlu, o da daxildir və vətəndaşlıq daxildir. 495.000 avro. İstəyənlər olsa mənimlə əlaqə saxlayıb ətraflı danışıb görüşə bilərik. Belə hörmətli dostlar, bununla da videomu yekunlaşdırıram. İnşallah növbəti videolarda görüşənədək. Sağ olun, var olun. Deməli, bu dediyim ev isə, otaq isə həminki binada yerləşir və spanın üzərində verilir. Burada məsələn işçilərin qalmaq yeri üçün istifadə oluna bilər. Adətən spada çalışanlar üçün spa rəhbərliyi əlavə yer tutur, əlavə xərc çəkir. Burada isə, baxın, sanuzlu da var. Burada isə bu otaq, bu studio həmin obyektin üzərində verilir və çalışanların burada qalması üçün hər cür şərait var. Burada göstərim. Burada duş hissəsi də var, qaranlıqdır biraz və balkonu da var. Bu da balkona çıxışı. Bu da bizim studyomuzdur, hansı ki spanın üzərində verilir.